Bismillahirrahmanirrahim. Değerli izleyiciler, bugünkü mövzumuzda sosyal medyada hicab əleyhinə gedən təbliğata münasibət bildirəcəyik. Qeyd edəcəyimiz bu videoda bir sürü Yahudi kölələri açıq-aşkar hər bir bəhanə ilə insanlar arasında təfriqə salıb, İslama qarşı, dini ənənələrimizə qarşı, dini geyimlərimizə qarşı camiyyədə, cəmiyyət arasında nifrət hissi yaratmağa, çaşqınlıq yaratmağa çalışırlar. Gəlin, izləyək. İslamda sünnilik ərəb milliyyətçiliyidir, şiəlik fars milliyyətçiliyidir. Heç kəs bunun əksini mənə sübut edə bilməz. Niyə bilirsiniz? Elementar bir şey sizə misal çəkir. Sünnilər ərəblər kimi geyinir, şiələr farslar kimi geyinir. Mən də deyirəm ki, bu din axı bizim milli dəyərlərimizə toxunmamalıdır. Tamam, örtülü geyinməkdən danışırıqsa Quranın tələbidir. Olsun, bizim geyimimizə nə olur ki? Qadınlarımızın geyiminə nə olur ki? Kəlağayımız var, bədən geyimimiz var, yəni qadınlarımız üçün də. Məsələn, Xurşudbani Natəvan, şəkillərinə baxırıq, düzdür? Tomris, laf belə bin illərin ötəsi. Tomris bəyən bir ədəb geyinirdi. Hələ onda heç İslam dini yox idi ki. Yəni bizim milli geyimlərimiz varkən, niyə məsələn şiələr, farslar kimi geyinməlidir? Ya şeylər də, sünnilər də ərəblər kimi. Gördüyünüz kimi bu iki Yahudi ajanı bir mənalı olaraq bütün mövzularda həmişə İsrail, Amerika cütlüyünün yanında yer alırlar. Və bunlar, yəni bu azır həsrət deyilən bu məxluq indiyə qədər anlaya bilmir ki, geyimin sünnüsü, şiyyəsi yoxdur. İslamın sünnüsü, şiyyəsi yoxdur. İslamın öz qanunları var, İslamın deyək ki, geyim formatı var və bu ənənəvi olaraq bütün dövrlərdə öz əksini tapır. Yəni bu insan indiyə qədər anlaya bilmir ki, əslində İslamda sünni təriqətinin kökünü qoyanlar farslar olublar. Əbu Hənifə fars olub, Kutub-i Sittə deyilən 6 mötəbər əhl-i sünnə kitabının müəllifinin 6-sı da fars olub. Yəni sünni mənbələrin qaynaqları hamısı farslar olublar. Amma bu günləri bu şiəliyə qarşı, İmam Hüseyin məktəbinə qarşı nifrətini necə təzahür edə bilmədiyi üçün hər şeyi şiələşdirib farslaşdırmaq istəyir. Amma əslində cəsarəti çatmır desin ki, Azərbaycanımızda bugün iki formatda dini geyim var. Bir, belə deyək ki, İslamın ənənəvi geyimi olan kamil hicab formatı, bir də Türkiyədən Azərbaycana belə deyək ki, idxal olunmuş İslam geyimi, hicab geyimi, hansı ki bir çox hallarda İslamın tələblərinə cavab vermir. Amma bu adamın buna cəsarəti çatmır desin. Həqiqətdə isə İslamın geyimi budur ki, insanların, xanımların bədən əzaları örtülü olsun və görünməsin. Bu insanların dərdi kəlağayı dərdi deyil, Xurşudbani Natəvanı deyil. Bu bizim milli kimliyimizdən danışır, gətirir masaketlərə aid olan Tomrisi ortalığa atır. Amma bu düşünmür ki, səndən başqa da tarix oxuyan var. Özünüzü İsrail köləsi kimi bu vəziyyətə niyə salırsınız? İkincisi, bunu demək istəyərdim ki, əgər bu qədər milli geyimin tərəfdarısansa, niyə özün milli formatda geyinmirsən? Niyə sən bu günləri kostyumda, şalvarda, belə də köynəkdə çıxırsan ora? Özün də geyin milli geyimlərimizi. Babəkin geyimini geyin, Koroğlunun geyimini geyin, Nəbinin geyimini geyin. Niyə geymirsən? Yəni bütün bunlar onu göstərir ki, bunlar hər vəcihlə dinimizə qarşı, dini adət ənənələrimizə qarşı mübarizəyə qalxan Yahudi ajanlarıdırlar. Bunlara sabahları əmr olunsa, öz kimliklərini də danmağa hazırdır. Allah Təbarəkə və Teala Qur'an-ı Kərimdə buyurur ki, ey Peyğəmbər, qadınlarınıza de ki, örpəklərinizi sinənizə qədər uzadın. Yəni bu bədənin əzalarının görünməməsinin işarəsidir. Artıq onun formatı necədirsə, o dövrün belə deyək ki, ənənəsinə uyğun olaraq kamil formatda geyinilməlidir və insanlar da buna riayət eləməlidir.
dini geyim, yəni bu.